Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bu barədə Trendin sorğusuna cavab olaraq Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan Muxtar Respublikası, Qazax Gəncə, Balakən Şəki, Quba Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran Astara zonasında sulu qar yağır. Əksər yerlərdə yağıntılar intensiv və güclüdür. O qeyd edib ki, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti yanvarın 21-də gündüzədək davam edəcək. Yanvarın 22-sindən havanın mülayimləşəcəyi, əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun tədricən yüksələcəyi, mülayim cənub-qərb küləyinin üstünlük təşkil edəcəyi gözlənilir. Havanın temperaturu isə Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, Aran rayonlarında 0 dərəcəyə yaxın, Naxçıvan Muxtar Respublikasında 3, dağlıq rayonlarda 7 dərəcəyədək şaxtadır.